Alma o nədir? Psixologiyada o nədir? Bəli, Onu necə açıqlamaq bütün olar? bunlarla, bəli, Nurayna xanım, dinin psixologiyası məşğul olur. Yəni Bəli. sırf ayrıca bir sahəsidir psixologiyanın ki, ümumiyyətlə dini bu ayinlərin, mərasimlərin. Yox, təkcə dini demirəm. Ümumiyyətlə psixoloji olaraq insan məsəl üçün hansısa bir əməli edəndə ki, o rahatlaşır, o rahatlaşmağın özünə psixologiyada nə deyirlər? Bu rahatlaşmaq daha çox bu dindən bağlıdır elə. Belə deyim də, lap insan yaradılışdan, qədim insandan bugünkü dövrə qədər o rahatlaşma, məhz o Allaha yaxınlaşma sayəsində daha belə deyim də öz əksini belə deyim reallaşır. Bəli, büruzə verir. Çünki insan ən çox harda rahat olur, nə zaman rahat olur? Allaha yaxınlaşdığını hiss eləyəndə, yəni onunla təması hiss eləyəndə. Belə məsələn biz gündəlik bir əşya alanda özümüzə tutaq ki, bir paltar olsun, bir avtomobil olsun və s. nə qədər bundan xoşbəxt ola bilirik? Yəni bu keçicidir də, yəni ötəridir. Bəli. Amma sırf o Allahla olan təmas, onun üçün etdiyimiz yaxşılıqlar əsl bu saflaşma deyim, əsl rahatlaşma deyim, əsl mənəvi Odur. saflaşma buradan gəlir. Çünki insan burada özünü çox xoşbəxt edir. Burada insan günün 24 saatı xoşbəxtdir, hətta yatanda belə. Çünki müvəqqəti o maddi əşyalarla bizim o ki bugün mən rahatam, tutaq ki övladım üçün filan şey elədim. Əslində bunun da elə kökündə həmin o Allaha olan sevgi var ki, çünki Allah sənə deyir ki, sən bir valideyn kimi uşağının yəni də üstündə bir məsuliyyətin var, ana olaraq, ata olaraq. Yəni deməm odur ki, sonda hər şey həmin o ilahi bir sevgiyə gedib çatır. Yəni mənbə odur, kök odur, ilahi sevgidir. Bir də ki, yenə də dediyim kimi, o mənəvi rahatlıq nə zaman olacaq? Biz onunla ünsiyyətimiz, yəni təmasımız sıx olarsa, onda biz kədərimiz də az olacaq bizim. Sevincimiz də, yəni ki, onun da bir dəyərini, qədərini biləcəyik ki, bu da keçəcək. Çox belə bu sevincdən, bugün məsələn mən bir şöhrətə sahib olmuşam, onda da mənim bir dozum alınacaq da, belə deyim. Yəni bu Allaha sevgi, ona yaxınlaşma, onu hiss eləmə, o da ruhunda, qəlbində hiss edir də, yəni insan. Mən sizin hər birinizə və bu insanlar tamaşaçılarımız xoşbəxt insanlardır. o sevgini